Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov qatıldığı məclisdə fərqli və səmimi rəqsi ilə diqqət çəkib. O, musiqinin ritminə uyğun olaraq özünə məxsus şəkildə oynayıb. Ətrafındakı şəxslərin gülərüz reaksiyası isə məclisə rəng qatıb. Bu dünya benimle karan değil, bütün sirlerimle tanışım ona. Mənə ömür kimi axan bulaq ver, hər sırə ruhumu danışım ona. Heç nə istəmirəm, səndən adım, eşq. Xəbər verdiyimiz kimi qiraətçi Pünhan İsmayıllı'nın ad günü olub. Qiraətçi ad gününə yaxın sənət dostlarını dəvət edib. Baba Vəziroğlu və Mirələmin möhtəşəm çıxışı gecəyə damğa vurub.